Salam, deməli danışırıq İngiltərə mövzusu haqqında. 5-ci əsrdə Anglo-Sakslar İngiltərəni işğal edib 7 krallıq yaratdılar. 9-cu əsrdə Vikinglərlə Anglo-Saksların birləşməsi nəticəsində İngilis xalqı yaranmış, 9-cu əsrdən da İngiltərə krallığı yaranmışdır. 10-cu əsrdə Vikinglərin bir hissəsi olan Normanlar Fransanın şimalında məskunlaşıb Normandi hersoqluğunu yaratdılar. 1066-cı il Hastings döyüşündə Normandi hersoqu Wilhelm İngiltərəni işğal edərək İngiltərədə mərkəzləşmiş dövlətin əsasını qoydu. Feodallaşma prosesi başa çatır, kəndlilər tərkimli vəziyyətinə salınır, bu şəxs vergi məhkəmə sayəsində islahatlar keçirmişdir. Deməli, 10-11-ci əsrlərdə İngiltərədə şəhərlər yarandı, lakin Fransadan fərqli olaraq şəhərlərə özünün idarə hüququ verilmədi, çünki şəhərlər kral mülklərində salınmışdı. 12-ci əsr 1154-1189-cu illərdə İngiltərə kralı 2-ci Henrik olur. 2-ci Henrik kral, daha doğrusu hərbi kilsə məhkəmə islahatı keçirmişdir. Məhkəmə islahatına görə məhkəmə iclasçılar tərəfindən aparılır. Hər bir azad insan kral məhkəməsinə müraciət edə bilərdi. Hərbi islahata görə deməli qalxan pulu vergisi tətbiq edilir və xidmətdə gəlməyən şəxs, xidmətdən azad olan feodallar bunun müqabilində qalxan pulu vergisi verirlər və muzlu qoşun təşkil edilir. Bunun nəticəsində baronlardan asılılıq azaldılmışdır. Lakin kilsə islahatını həyata keçirə bilmir, çünki narazılıqlarla və etirazlarla qarşılaşmışdır. 1215-ci ildə Böyük Azadlıqlar Xartiyası verilmiş. Buna görə feodallara, iri feodallara geniş hüquqlar, azadlara, azad kəndlilərə, zadəganlara, şəhərlərə isə məhdud hüquqlar verilmiş. Şəhərlərin mövcud azadlığı təsdiq edilmişdir. 1265-ci ildə parlament çağırıldı. Parlament yaradıldı. İştirak edənlər şəhərlilər, ruhanilər, zadəganlar idi. Parlament əvvəl vergilərin verilməsinə nəzarət etsə də, 14-cü əsrdə qanunların verilməsində də iştirak etmək hüququ qazanmışdır. Deməli, danışırıq, 14-cü əsrdə Avropa ölkələrində vəba xəstəliyi yayıldı. Bu, Avropa ölkələrində əhalinin sayının azalmasına səbəb oldu. Artıq İngiltərə əhalinin əksəriyyəti dilənçi vəziyyətinə düşmüş. Buna görə də işçi qanunları verildi ki, 60 yaşına qədər olan şəxslərin dilənçiliklə məşğul olması qadağan edildi. Hər bir şəxs aşağı əmək haqqı ilə işlədilməyə məcbur edilmişdir. Danışırıq 1381 Wat-Tyler üsyanı. Wat-Tyler üsyanı baş verdi İngiltərədə. Xüsusi tələbləri var idi. Fransa Jaklar üsyanına bax, fərqi bu idi. Xüsusi tələbləri var idi. Deyirdilər ki, vergi azaldılsın, tərkimçilikdən azad olsunlar və biyar mükəlləfiyyəti ləğv edilsin. Üsyan məğlubiyyətlə başa çatsa da müəyyən müddətdən sonra kəndlər yavaş-yavaş şəxsi azadlıq əldə etməyə başlamışdır. 1455-85-ci illərdə İngiltərədə Al-Qızılgül müharibəsi nəticəsində 1485-ci ildə Tudorlar sonrası hakimiyyətə gəlir. İş nümayəndəsi 7-ci Henrik olmuş. İri feodal hərbi dəstələrini ləğv etmişdir. Xırda zadəganlar üzərinə vergiləri azaldıb onların dəstəyini qazanmışdır. Sonraki dövrdə Tudorlar sonrasının sonuncu nümayəndəsi olmuş 1-ci Yelizaveta. 1-ci Yelizavetanın dövründə proteksiyanizm siyasəti həyata keçirilmiş, yəni xarici ticarətin məhdudlaşdırılması, daxili ticarətin, yəni ölkə ticarətinin inkişaf etdirilməsi üçün görülən tədbir idi. İspaniya ilə dəniz uğrunda mübarizəsi baş vermiş. 1588-ci il La Manche döyüşündə İspaniyaya qalib gələrək dəniz ağalığını İngiltərə ələ keçirmişdir. 16-cı əsrdə İngiltərədə Anglikan kilsəsi rəsmi kilsə elan edilmiş. Anglikan kilsəsinin digər kilsələrdən fərqi kral tərəfindən idarə olunurdu. 16-cı əsrdə İngiltərədə çəpərləmələr haqqında qanun verilmişdir. İngiltərə mövzusu bundan ibarət idi. Sağ olun.